burada hələ ki komandaların çıxışlarına verilən qiymətlər elan olunmur. Bunlar yəqin ki cədvələ qeyd olunur. Yox, mən onu qeyd eləmək istəyirəm. Bəli, bizdə bu bağlı gizli olur. Qiymətləndirmə. Düzdür, yəni biz münsiflər, 4 münsif özləri müzakirə edirlər və özləri necə görürlər, necə hiss eləyirlər, çıxışları öz qiymətlərini verirlər və ondan sonra o 4 münsifin bir yerdə balları sayılır. Yəni burada 4 münsifin tutaq ki, biri 4,5 bal verə bilər, biri 4, yəni orta hesabla qiymət çıxarılır və yekunda bal elan olunur. Yox, 4 nəfərin münsiflərin, məsələn, mən verdim 15 xal, kimsə verdi 15 xal, kimsə verdi 10 xal, o birisi münsif. O 4 ümumi nə qədər biz vermişik, o sayılır və sonra ümumi yekun çıxarılır. Ümumi yekun çıxarılır. Qratsiya Sport Klubu, mən öncədən dediyim kimi, Alfiya xanım məşqidir. Özü də burada ikinci çıxışdır ki, o çıxış edir özü. Bu artıq Azərbaycan milli rəqsinin nümunələridir və gimnastlar burada gördüyünüz kimi alətləri ilə də çıxış edirlər, gülslərlə. Milli kostyumlar, milli addımlar, rəqs addımları və alətləri, bədii gimnastika alətləri var. Qara geyimdə isə bu yəqin solist. Düzdür. Və burada mən diqqət edirəm, nağaranın ritmləri nə qədər oynaqlıq, nə qədər şuxluq gətirir bu rəqsə. Bəli. Və kostyumlar da müxtəlifdir, rəngarəngdir. Bir rəqsdə neçə kostyum əvəz edir? Kostyumlar düzdür. Və iştirakçıların sayı da çoxdur. Mən belə düşünürəm, 30-dan çox iştirakçı var. Mamalar çıxıb, analar çıxıb, yenidən öz uşaqlarından bir çıxış edirlər. Yəni burada da ailəvi rəqs qrupları, belə demək olar. Akrobatik elementlər, bizim milli addımlar çox kreativdir, mən çox bəyənirəm. Bədii gimnastikadan elementlər. Qratsiya Sport Klubu bu çıxışda bütün gimnastika aid növləri bir yerdə toplayıb göstərə bildilər. Bu artıq yavlı rəqsin elementləridir. Yəni Azərbaycan xalqının birliyinin bir nümunəsidir. Kimi, hamı da bayramdır, hamı şəndir. Və rəqs də çox qeyri-adi bir sonluqla başa çatdı. Bəli. Çox gözəl idi. Çox gözəl idi. Alqışlarla Fire Guardians komandasını yola salırıq. Və gələn komanda, mən öncədən qeyd etdiyim kimi, biz